2024-cü ilin dövlət büdcəsində gəlirlərin 14 milyard manatını dövlət vergi xidmətindən yığılan gəlirlər təşkil edir. Bu məbləğin təxminən 10 milyard manatı qeyri-neft sektorundan, 4 milyard manatı isə neft sektorundandır. Bu barədə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişli məlumat verib. Qeyri-neft sektorundan yığılan vergilərin həcminin təxminən 1 milyard manata qədər artacağı gözlənilir. Bunun aparılan islahatlar, şəffaflaşma və növbəti ildə qeyri-neft sektorunun təxminən 4,6% artması ilə mümkün olacağı proqnozlaşdırılır. Son 5 il ərzində Azərbaycanda qeyri-neft sektorundan büdcəyə daxil olan dövlət vergi xidmətinin xətti ilə vergilərin həcmi təxminən 2 dəfəyə yaxın artmışdır. Əgər 2018-ci ildə Azərbaycanda bu göstərici, yəni qeyri-neft sektorundan daxil olan vergilərin həcmi 5 milyard manatdırsa, hal-hazırda bu rəqəm 9,9 milyard manata yaxındır. Bu da keçən dövr ərzində vergi xidmətinə keçirilən islahatların son nəticə olaraq dövlət vergi xidməti tərəfindən büdcə ödənələrin həcminin kəskin şəkildə artmasının əhəmiyyətini demək anlamına gəlməkdədir.